Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusuna əsaslanan ABŞ, İngiltərə, Fransa 17-18-ci əsrlərdə mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. İngiltərə hansı qanuna əsasən parlamentli monarxiyaya çevrildi? Cavab olur 1689-cu il hüquqlar haqqında bil. 18-ci əsrdə İngiltərənin dövlət idarəetmə forması artıq parlamentli monarxiya idi. İlk dəfə parlamentli monarxiya yaranıb yenə İngiltərədə 1689-cu ildə. Hüquqi dövlət adlanır, vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu dövlət. 1775-83-cü illərdə istiqlaliyyət müharibəsi dövründə ABŞ-ın müttəfiqləri Fransa ilə İspaniya B variantı, həmçinin Hollandiya ilə də danışıqlar aparmışlar. Yorktown döyüşündə bir-birinə qarşı vuruşmuşdu. ABŞ-la İngiltərə 1781-ci ildə. Koloniya adlanır. Deməli, vətəndaş müharibəsi deyil, təbii ki də geniş müstəmləkəsi olan ölkə deyil. Geniş müstəmləkəsi olan ölkə metropoliya adlanır. Başqa dövlət tərəfindən idarə olunan asılı ərazi 7-də C variantı düzgündür. İngiltərədə kral tərəfdarları deyil, nümayəndə seçki orqan deyil. 18-ci əsrdə İngiltərənin Hindistanda rəqibi idi. Yəni 1700-cü illərdə İngiltərənin Hindistanda əsas rəqibi idi. Deməli Fransa, misal üçün 1760-63-cü illərdə Kanada ilə Benqali uğrunda müharibə gedir. Benqaliya İngiltərəyə gedir. Ona görə bu da Hindistan ərazisi idi. 7 illik müharibədə Şimali Amerikada mübarizə edən dövlətlər İngiltərə ilə Fransa. Respublikanın bölüşdürülməsində iştirak etmişdir. Rusiya, Avstriya, Prusiya. Baş hərfləri RAP olaraq yadımızda saxlayırıq. Deməli, Anglikan kilsəsi ABŞ-a aid deyil, İngiltərədədir. İstiqlal bəyannaməsi ABŞ-a aiddir. 1776 4 iyulda Şanlı İnqilab İngiltərəyə aiddir. Ona görə 5-i atıram, 6-nı atıram Almaniyanı. İstiqlaliyyət bəyannaməsi eyni zamanda Azərbaycanda da var. Cavab olur 2 ilə 4. Azərbaycanda 1918 mayın 28-də idi. Düzgün cavab olur A variantı. Yeni istiqlaliyyət bəyannaməsi deyirsə, ABŞ düzdür, Rusiya yanlışdır. Kontinental blokada Fransaya aiddir, həmçinin İngiltərəyə aiddir. Məclis qanunnaməsi Rusiyaya aiddir. Cavab olur 1 ilə 5 D variantı. ABŞ konstitusiyasına görə prezident tərəfindən senatın təsdiqi ilə ömürlük təyin olunur ali məhkəmə hakimləri. ABŞ-ın konstitusiyasına görə Konqres qanunverici orqandır, icra edicidə prezidentdir. Böyük Britaniya müstəmləkə əsarətindən azad olunan ilk ölkə. Yəni deyək ki, Böyük Britaniyanın asılılığından çıxmış ölkə. Burada cavab olur ABŞ 1775-83-cü illərdə 83-də müqavilə bağlanır və İngiltərə ABŞ müstəqiliyini tanıyır. İlk dəfə hakimiyyət qanunverici icra edici məhkəməyə bölündü ABŞ-da konstitusiyaya görə. 1565-1645-ci illərdə baş verib. 1565 tamğanın ləğvi, 1645 Neyzbi cavab olur A variantı. 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkə müstəmləkə əsarətindən çıxaraq müstəqil oldu, konstitusiya qəbul etdi ABŞ. Müstəmləkə əsarətindən çıxma 1780, konstitusiya qəbul etməsi 1787. 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkə İngiltərənin müharibə konstitusiyanın qəbul edilməsi yenə ABŞ-da cavab. 18-ci əsrdə dünyada ilk sənaye çevrilişinin başlandığı ölkə. Dünyada ilk dəfə sənaye çevrilişi başlamışdı İngiltərədə 18-ci əsrin 60-cı illəri. 1784-də də toxuculuq fabriki açılmışdı. Neyzbi ilə Yorktown döyüşlərinin oxşarlığı İngiltərə tarixinə aid idi. 1645-ci ildə Neyzbi İngiltərədə vətəndaş müharibəsinə, Yorktown isə İngilis ilə ABŞ arasında istiqlaliyyət müharibəsinə aiddir. Yorktown döyüşünə aiddir. İngiltərə qoşunları məğlub olmuşdu. Fransız yoxdur burada. 19-cu əsrin 1-ci əsr deyil. 1781-də istiqlaliyyət müharibəsi gedişində baş verib. George Washington prezidenti isə 1789-dan sonradır. Möhür qanunu ilə Boston çay qonaqlığı 1765 deyir. Deyir ki, və Boston çay qonaqlığı 1773 deyir. ABŞ isə 1776 yaranıb. Ona görə ABŞ olmaz, Böyük Britaniya Şimali Amerikadakı koloniyalar olar. 18-ci əsrdə Şimali Amerikada kolonistlərə qadağan edildi qərbdə məskunlaşmaq. Uyğunluğu müəyyənləşdirək. Abusburq sazişi Almaniyaya aiddir, hüquqlar haqqında bil İngiltərəyə aiddir. Cavab olur A variantı. Tudorlar sülaləsi İngiltərəyə aiddir. 18-ci əsrdə müstəmləkə ruhundan mübarizədə Böyük Britaniyanın başlıca rəqibi 1756-63 Fransa. Deməli, İngiltərə parlamentinin qəbul etdiyi hüquqlar haqqında bilə görə kəndlərin mülkədarlardan asılılığı tamamilə ləğv edildi. İngiltərə, Şotlandiya, İrlandiya azad dövlət elan edildi. Yanlışdır. Ölkədə parlamentli monarxiya bərqərar olundu 1689-cu ildə.
1640-cı ildə İngiltərə kralının parlamenti çağırmaqda məqsədi yeni vergilər təyin etmək üçün icazə almaq, yəni parlamentin icazəsi olmadan olmazdı. İngiltərədə uzunmüddətli parlamentin fəaliyyət dövrü 1640-53, kral hakimiyyətdən uzaqlaşdırıldı 1649-cu ildə. A variantı düzgündür. Parlamentin rolu azalmır, dövlət dərəcəsində kralın əlində qətiyyən cəmlənmir, hətta kral hakimiyyət devrildi, üsyançılar yenidən hakimiyyətə gəlməyi 1660-da mütləq monarxiya yarandı. Belə bir şey yox idi, kral daha da zəifləyir. İngiltərədə 17-ci əsrdə inqilabın gedişində baş verib, yəni 1640-49-cu illərdə feodal qaydalar bərpa edilir, yanlışdır, respublika elan olunması deməli 1649-cu ildə idi. İlk parlament 1265-də, ona görə yanlışdır. Cavab oldu B variantı 30-da. 31-də ABŞ, Belçika alimliyi Osmanlıya aiddir. Almanya Rekonkista hərəkatı İspaniyadaydı, reformasiya Almaniyadadır, çəpərləmə İngiltərədədir, Fransada deyil, rekrut Rusiyada Pyotrun dövrüdür, aqrar çevriliş İngiltərədə var idi, cavab olur C variantı 1-dən 2. Uyğunluq gözləmiş, çəpərləmə İngiltərə, məclis qanunnaməsi Rusiya, B düzdür, Rekonkista İspaniyadır, şanlı inqilab İngiltərədir, reformasiya Almaniyadır. İngiltərənin 17-ci əsr tarixinə aid daha əvvəl baş vermiş hadisəni müəyyən edir. Üstüyatlar sülaləsinin hakimiyyətə gəlməsi 1603, şanlı inqilab 1688, Neyzbi 1645, vətəndaş müharibəsinin başlaması 1642, Respublika 1649, daha əvvəl olan üstüyatlar sülaləsi. ABŞ Konstitusiyasına əsasən Ali Məhkəmənin funksiyası, prezidentin səlahiyyətlərini təsdiq etməsi, konqresi seçkilərin təyin edilməsi, bu da yanlışdır. Ali məhkəmə, yəni məhkəmə funksiyalarını həyata keçirməlidir. Qanunların konstitusiyaya uyğun olub-olmamasına nəzarət etməsi düzdür. Qanunların hazırlanmasını təşkil etmir. Bu konqresə məxsusdur. Silahlı qüvvələri rəhbərlik etmək də prezidentə məxsusdur. ABŞ Konstitusiyasına əsasən Ali məhkəmənin funksiyası, prezidentin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi, Konstitusiyanın dövlətin ali qanunu kimi tətbiqinə nəzarət edilməsi. Burada 35-də elə düzgün cavab D variantıdır. 1791 ABŞ Konstitusiyasına edilən düzəlişə görə deyib məhkəmənin hökmü olmadan həbslər qadağan olundu, düzdür. 1783 İngiltərənin ABŞ müqaviləsinin şərtlərinə görə deməli ABŞ-ın müstəqilliyi İngiltərə tərəfindən tanınır. Şimali Amerikada 75-83 istiqlaliyyət müharibəsi dövrünə aiddir. Möhür qanunu 1765, hüquqlar haqqında bill 1689, Boston sayğınaqlı 1773, Yorkdan 1781, George Washington prezident seçilməsi 1789. Şimali Amerikada 75-83-cü illər istiqlaliyyət müharibəsi, ilk İngilis koloniyası 1607, Saratoga döyüşü 1777, möhür 1765, İç Konstitusiya 87, hüquqlar haqqında bill 1689. ABŞ-ın tarixinə aid deyil, Saratoga döyüşü 1777 aiddir. ABŞ bilir ki, 1776-dan sonraki dövrə aiddir. Dünyada ilk dəfə hakimiyyətin bölünməsi, bu düzdür, Konstitusiyadadır, 1787, Yorktan ABŞ-a aiddir, 1781, Boston sayğınaqlı 1773-dür, ABŞ isə 76 dedik yaranır. Versalda İngiltərə müqabilində 1783. ABŞ tarixinə aid deyil, 1649 Məclis qanunnaməsi, hüquqlar haqqında bill 1791, Yorktan 1781, böyük dəyənək siyasət Theodore Rooseveltdir, İngiltərənin Versal 1783-dür, Theodore Roosevelt 1901-9-cu illərdə hakimiyyət olmuşdur. İngiltərənin 18-ci əsr tarixinə aiddir, ABŞ-la müharibədə qələbə qazanması, əksinə ABŞ-la müharibədə qələbə qazanmış. Üstüyatlar sülaləsinin hakimiyyəti bərpa olunması 1660-dır, sənaye çevrilişinin baş çatması 19-cu əsrdə, dövlətin Böyük Britaniya adlanmağa başlaması 1707-dir, Respublika 1649-dur. İngiltərənin 17-ci əsr tarixinə aiddir. İlk dəmir yolu 1825, sənaye çevrilişinin başlanması deyək ki 1784, yəni 18-ci əsr 60-cı illərində ilk parlament islahatının keçirilməsi 1832, ikinci parlament islahatının keçirilməsi 1867, uzunmüddətli parlamentin çağırılması 1640-53. İngiltərənin 18-ci əsrin ikinci yarısı tarixinə aiddir. Sənaye çevrilişinin başlanması B variantı 44-də düzgün cavab hesab olunur. 18-ci əsrin 60-cı illərindədir. Şimali Amerikada 75-83-cü illər istiqlaliyyət müharibəsi dövrünə aiddir. Boston sayğınaqlığı 1773. İngilis mallarının boykot edilməyə başlaması, sənaye çevrilişinin baş çatması, bunlarda heç biri aid deyil. Fransanın, İspaniyanın ABŞ-a dəstək verilməsi 700-dür. Möhür qanunu 65-dir. Sənaye çevrilişi 19-cu əsrdir. İngilis mallarının boykot edilməyə başlaması da bundan daha əvvəldir. Şimali Amerikada 1775-83-cü ildə istiqlaliyyət müharibəsi dövrünə aiddir. Washington prezident seçilməsi 1789, Konstitusiya 1787, Konqresə ilk seçkilərin keçirilməsi, deməli Konqresə ilk seçkilərin keçirilməsi 1789 deyək, yəni George Washington prezident oldu. İngilislər Yorktan'da məğlub oldu 1781, hüquqlar haqqında bill 1791. 17-ci əsr İngiltərə tarixinə aid hadisələrin xronoloji ardıcıllığı.
Şimali Amerikada ilk İngilis koloniyası 1607, Respublika elan olunması 1649, hərbi islahat haqqında qanunun qəbul olunması. Bunu da deyək ki, 1645 deyək, yəni Neysbi döyüşü vaxtları vətəndaş müharibəsi dövründə cavab olub 1, 3 və 2, 47 düzgün cavab oldu, A variantı. İngiltərədə uzun müddətli parlamentin fəaliyyət göstərdiyi dövr 1640-53-cü illər Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485. Ölkənin respublika elan edilməsi 1649, B variantı düzdür. ABŞ-la Versal müqaviləsinin imzalanması 1783-cü ildə idi. Şanlı İnqilab 1688, Anglikan kilsəsinin yaranması 1555 deyək. ABŞ və Böyük Britaniya arasında 18-ci əsrdə bağlanmış Versal müqaviləsinin nəticəsində Böyük Britaniya ABŞ-dan asılı vəziyyətdə düşmədi. Böyük Britaniya Kanadadan ABŞ-a güzəştə getmədi. ABŞ müstəqilliyi Böyük Britaniya tərəfindən tanıdı. C düzdür. Latin Amerikası ölkələrinə istiqlaliyyət vəd edilmir. Əksinə onları tabe etməyə çalışırlar. Şimali Kaliforniya, Texas ABŞ-a birləşdirdi. Belə bir şey də yoxdur. 50-ci suala baxırıq. Elirvin diaqramına əsasən müqayisə edin. Deməli, hüquqlar haqqında bil, İngiltərə ilə ABŞ-ın hüquqlar haqqında bilini müqayisə eləyək. İngiltərə hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsi hər ikisinə də aiddir. A-nı götürürəm. 3 səbəb vətəndaşlar söz yığıncaq vicdan azadlığı ABŞ-a aiddir. Dövlət başçısının qanunlara veto qoymaq hüququnu itirməsi bu İngiltərədə krala aiddir. Məhkəmənin hökmü olmadan axtarış həbslərinin qadağan olunması ABC-a aiddir. Qanunlar qəbul etmək, vergi toplamaq hüququ parlamentə verilir. Bu da İngiltərəyə aiddir. Cavab olur B variantı. 14-cü 15-ci əsrlərdə baş vermiş 100 illik müharibədən fərqli olaraq Fransa 30 illik müharibədə və 7 illik müharibədə İngiltərəyə qarşı mübarizə aparırdı. 14-15-dən fərqli olaraq deyir. Məsəl üçün 1337, 1453, 100 illik müharibədən söhbət gedir. Fransa burada da İngiltərəyə qarşı mübarizə aparırdı. Şimali Amerikada müstəmləkərini itirmək məsələsi burada düzdür. Qalib gəldi məsələsi isə yanlışdır. Deməli, 2-də B olan variantı axtarırıq. Deməli, 30 illik müharibədə Avropada protestant qüvvələri müdafiə edirdi. Bu düzdür. Dövlət mənafeyi prinsipindən çıxış edirdi. Düzdür. İngiltərənin Avropada hegemonluğuna qarşı mübarizə aparmaq yanlışdır. Cavab olur 1AB, 2B, yəni Y variantı 51-də düzgün cavab hesab olunur. İngiltərədə vətəndaş müharibələri dövrünə aid deyil. 1642-46-da və 48-də Oliver Cromwellin yeni tipli ordusu 1645. Uzun müddətli parlamentin çağırılması 1640, B-ni götürürəm. Neysbi döyüşü 1645, hərbi islahat Oliverə aiddir. Yenə Şotlandiya ilə diplomatik əlaqələr Kralın Şotlandiya 1648-də birləşir. İngiltərə tarixinə aid deyil. Hüquqlar haqqında bilin qəbul edilməz. 1689, uzun müddətli parlament 1640. Çəpələmələr 16-cı əsr. Şimali Amerikada koloniyaların salınması 1607, Məclis qanunnaməsi Rusiyaya aiddir. 1649, 17-ci əsrin 2-ci yarısı, 18-ci əsrdə ingilislərin Amerikaya mühacirətinin əsas səbəblərindən biri. Deməli, dini təqiblər ola bilər. 54-də düzgün cavab Y variantıdır. İngiltərədə 1485-1603 yeni sülalənin hakimiyyətə gəlməsi. Deməli, 1485 Tudor, 1603 Stuartlar. 1603-1660 İngiltərədə baş vermiş oxşar cəhət Stuartların hakimiyyətə gəlməsi. 1660-cı ildə Stuartlar restavrasiya oldu, yəni yenidən bərpa edildi. ABŞ-ın 18-ci əsr tarixi üçün səciyyəvi cəhət konstitusiyalı monarxiya dövlət quruluşunun yaradılması. ABŞ-da respublika idi, yəni monarxiya olmayıb, anlatıram. Osmanlıya qarşı müqəddəs ittifaq 1684 idi, ABŞ onda yox idi. İngiltərə ilə müharibə aparmaq. ABŞ İngiltərə ilə müharibə aparıbdı. 1783-də müharibə baş çatıb. Ölkədə siyasi hakimiyyət tamamilə burjuaziyaya keçmir. Kent müqaviləsi də 1814-dür. Şimali Amerikanın 18-ci əsr 50-ci illər tarixinə aiddir, yəni 1750-ci illərdə. Deməli, Boston çay qonaqlığı 1773. İngiltərə ilə müharibəyə başlaması 1775. Bir hissəsinin Böyük Britaniyanın müstəmləkəsi olması, bu düzdür. Böyük Britaniya burada ağalıq edirdi. Versalda İngiltərə ilə 1783-də, ilk konstitusiya 1787. 1791 ABŞ konstitusiyasına görə düzəlişlərin nəticəsində vətəndaşlar söz və mətbuat vicdan azadlığı verildi. A variantı düzgündür. 1791-ci ildə ABŞ konstitusiyasına edilmiş düzəlişlərə görə məhkəmənin hökmü olmadan heç kim həbs edilə bilməz. İngiltərədə aqrar çevrilişinin əsas nəticələrindən biri manufakturadan fabrikə keçid yox, kənd təsərrüfatına bağlıdır. Bu, iri torpaq sahibliyinin genişləndirilməsi ilə A variantı düzgündür. Manufakturadan fabrikə keçid məsələsi sənaye çevrilişinə aiddir. ABŞ-ın beynəlxalq nüfusu artdı, İngilis ordusu məğlub edildi. Saratoga döyüşündə 1777 düzdür. Elirvin diaqramına əsasən uyğun bəndlər Böyük Britaniya, Fransa 7 illik müharibədə qalib gəldi İngiltərə 1756-63.
Hindistanın nüfuz dairəsi uğrunda aparılan mübarizədə məğlub oldu Fransa 1756-63. ABŞ-ın müstəqilliyini tanımaq 18-ci əsr deyir 1783. ABŞ müstəqilliyini ikisi də tanıyır əslində, ona görə 3-ü ikisinə də götürək. Deməli, Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilə imzalaması, yoxdan yaxında döyüşdə məğlub edilməsi. Bunu 1-ə 5 də götürək. Deməli, 1-ə 1 ilə 5-i götürürük. 1-ə 1, 5. 2-yə 2-ni götürürük. 3-ə də 3-ü götürürük. C variantı düzgün cavab hesab olunur. 64-cü suala baxaq. Elervin diaqramına əsasən uyğun bəndlər ABŞ-la Fransa, İngiltərənin müharibə aparıb 18-ci əsrdə hər ikisi. Biri 3-ə götürürəm. Çünki 1756-63-də Fransa, 1775-83-də də ABŞ. Yəni 76 deyək ABŞ-a. Neyzbi döyüşündə qalib gəlməsi. Bu İngiltərənin tarixinə aiddir. Bunu atıram. 7 illik müharibədə məğlub olması. Fransa 3-ü götürürəm 2-yə. İmperiya elan edilməsi. 1804 idi. Fransa ABŞ heç imperiya olmayıb, respublika idi. Prezident tərəfindən idarə edilmək məsələsi isə 1787-dən sonra ABŞ-a aiddir. Cavab olur 1-də 5, 2-də 3, 3-də də 1. C variantı düzgün cavabdır. İngiltərədə Çanlı İnqilabın nəticələri Stuartlar sülaləsinin hakimiyyəti baş çatdı, respublika qurulmadı. Yəni 1649 idi bu ABŞ-a aiddir. Hakimiyyət dəyişikliyinin baş verməsi parlamentli monarxiyaya çevrildi. Yəni cavab olur 65-də 1-lə 4. 17-ci əsrin 2-ci əsrdə İngiltərə tarixində baş verib. 1650-dən sonra yəni Cromwellin hərbi diktaturası 1653, yeni tipli ordu 1645, uzun müddətli parlament fəaliyyəti başladı 1640, Stuartlar bərpa olundu 1660. Şimali Amerika tarixinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdir. İngiltərənin Şimali Amerikada müstəmləkəçilik siyasəti aparması, istiqlaliyyət müharibəsi baş verdi. Bunun nəticəsində düzdür. Müstəmləkə uğrunda mübarizə aparması, İngilis-Fransız rəqabəti kəskinləşdi. Düzdür. Yoxdan döyüşündə ingilislər məğlub oldu. Vətəndaş müharibəsi deyildi, istiqlaliyyət müharibəsi idi. Yeni İngiltərə adlanan koloniyaların salınması, istiqlaliyyət bəyannaməsinin qəbul olunması yanlışdır. ABŞ-da konstitusiyanın qəbul olunması, hakimiyyət bölgüsü təsbit olundu. 67 cavab oldu. Deməli 1, 2 və 5. 17-ci əsr Şimali Amerikadakı İngilis koloniyalarına köçüb gələnlərin sayının sürətlə artmasının səbəbləri. Deməli, kəndlərin torpaqsızlaşması, bu düzgündür, götürürük bunu. İngiltərənin dənizlər dağalığı, bu 1588 idi, əlaqəsi yoxdur. 100 illik müharibənin başlaması 1737, dini təqibi var idi, kəndlərin torpaqsızlaşması var idi. ABŞ isə 1776 idi, yəni bundan əlaqəsi yoxdur. İngiltərə parlamenti 1689-da qəbul etdiyi hüquqlar haqqında bilə görə kral qanunlara veto qoymaq hüququnu itirir. Kralın mütləq hakimiyyəti təsdiq olunmur, əksinə kralın heç bir hüququ qalmır. Kral parlamentin razılığı olmadan oradan istifadə edə bilməz. Kral irsi hakimiyyətə sahib olmaz. Belə bir şey yox idi. Kral həmişə hakimiyyəti irsdən keçirdi. 69-da cavab oldu 1-dən 3. 18-ci əsrdə İngiltərənin dövlət quruluşunun səciyyəvi cəhdləri, yəni 1700-lərdə parlament və hökumətlərin səlahiyyəti daha geniş idi. Düzdür, respublika idarə üsulu deyildi, monarxiya idi. Parlament hökuməti formalaşdırırdı. Kralın istənilən vaxt parlamenti buraxmaq hüququ var idi. Bu 4 yanlışdır. Cavab olur 70-də də 1-dən 3. 71-ə baxırıq. İngiltərə tarixinə aid hadisə nəticə əlaqələrini müəyyənləşdirir. Kral və parlament tərəfdarları arasında mübarizə 1642-46 vətəndaş müharibəsi başlandı. Bir düzdür. İnqilabın başlaması kral hakimiyyəti möhkəmləndirməsi. Əksinə kral edam olunur. Yeni tipli ordunun yaradılması neyzbi döyüşündə kral ordusu məğlub edildi. Düzdür. Sənaye çevrilişinin baş verməsi kapitalizm inkişaf etdi. Bu da düzdür. Stuartlar sülaləsi bərpa olundu, inqilab başa çatdı. İnqilab 1649-da baş çatır. Stuartlar 1660-da bu bunun nəticəsi ola bilməz. Yəni cavab olur 1-3-4. Hadisə nəticə əlaqələrini müəyyənləşdirək. 7 illik müharibənin baş verməsi, 1756-63, Fransanın məğlub olması, düzdür. Mütləqiyyətin mövcud olması, İngiltərədə inqilab başladı. Mütləqiyyət deməli mövcud idi həmin vaxt, ona görə düzdür. İstiqlaliyyət uğrunda mübarizə ABŞ yarandı 1776, düzdür. Şimal müharibəsi baş verdi, Rusiya Qaradənizdə yox, Baltikdə möhkəmləndi. Respublikanın yaranması, İngiltərədə inqilabın başa çatması. Birinci inqilab başa çatır, sonra respublika yaranır. 5-də səhvsiz cavab olur 72-də 1, 2 və 3. 70-də baxaq. 17-ci əsrdə İngiltərə inqilabı zamanı baş vermiş hadisənin xronoloji ardıcıllığını müəyyənləşdirək. Birinci vətəndaş müharibəsinin başlaması. İngiltərə inqilabı nə vaxtı 1640-49. Birinci vətəndaş müharibəsi nə vaxtı 1642. Hərbi islahat haqqında qanun 1645. Monarxiyanın devrilməsi. İngiltərədə 1649 ən axırda bu olur. Neyzbi döyüşü isə 1645-dədir. Birinci hərbi islahat olur, sonra Neyzbidə qalib gəldilər. Cavab olur 1, 2, 4 və 3. 73-də cavab oldu. Deməli 1, 2, 4, 3. İngiltərənin 17-ci əsr tarixinə aid hadisənin xronoloji ardıcıllığı yenə Respublika 1649, Neyzbi 1645, Cromwell protektorluğu 1653.
Parlament tərəfindən hüquqlar haqqında 1689. Cavab olur. Deməli, 2, 1, 3 və 4. 17-ci əsr İngiltərə inqilabı dövründə baş vermiş hadisənin xronoloji ardıcılığı müəyyənləşdirək. 1645 Neyzbi, Respublika 1649, Kral 1649, Vətəndaş müharibəsinin başlanması 1642-ci ildə idi. Birinci Vətəndaş müharibəsini başladıq 1642-də, sonra Neyzbi yaxınlığında döyüş 1645. Respublika ilə kralın edam olunması məsələsi eyni vaxtdadır, lakin birinci kral edam olunur 1649, sonra 1649-un mayında Respublika elan edilir. 4-1-3-2 düzgün cavabdır. Xronoloji ardıcılıq ABŞ-ın istiqlaliyyətinin tanınması, Boston çay qonaqlığı, Yorkdan döyüşü, ABŞ konstitusiyası. Deməli, deyək ki, Boston çay qonaqlığı 1773-dür. 2-ni götürürük. Daha sonra Yorkdan döyüşü 1783-dür. 3-ü götürürük. İngiltərənin ABŞ-ın istiqlaliyyətinin tanınması 1783-dür. Yorkdan 81 idi. Bu 83-dür. ABŞ konstitusiyası da 1787-dir. Cavab oldu 2-3-1-4. Xronoloji ardıcılığı müəyyənləşdirir. İngiltərə ABŞ-ın istiqlaliyyətini tanıdı 1783. İstiqlaliyyət bəyannaməsi 1776. ABŞ-da ilk prezident 1789. Şimali Amerikada ilk İngilis koloniyasının təməlinin qoyulması. Bu da 1607-də. Cavab olur 4. Deməli, 2, 1 və 3. Xronoloji ardıcılıq İngiltərə ABŞ istiqlaliyyətini tanıdı 1783, Yorkdan 81, Saratoga 77. Cavab olur 3, 2 və 1. İngiltərə tarixindən hadisənin xronoloji ardıcılığı müəyyənləşdirək. Neyzbi kəndi yaxınlığında döyüş 1645, Uzunmüddətli parlament 1640, Vətəndaş müharibəsi 42, Respublika elan olunması 49. Deməli 2, Vətəndaş müharibəsi başladı 42-də 3, sonra Neyzbi 45-də 1, sonra da Respublika 1649-cu ildə 2-3-1-4 düzgün cavabdır. İngiltərədə baş vermiş hadisənin xronoloji ardıcılığını göstərək. Hüquqlar haqqında 1689, Vətəndaş müharibəsinin başlatması 1648, müharibələri deyirdi, 1648-dəkini götürürük. İlk parlamentin çağırılması 1265, uzunmüddətli parlamentin fəaliyyətə başlaması 1640. Deməli, biz ən birinci götürürük 3-ü. Daha sonra uzunmüddətli parlament fəaliyyətə başlayır 1640, Vətəndaş müharibəsi başlatır 1648 və hüquqlar haqqında 1689 cavab oldu 3-4-2-1. Belə əzab cəhətlər. Əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.